Bayaqdan artıq neçə dəfədir silib videonu düzəldirəm. İndi təkrar gedək. Birinci Dünya Müharibəsi bilir ki 1914-18-ci illəri əhatə edir. Müttəfiqlər kim idi? Antanta və Üçlər İttifaqı 1882-ci ildə yaradılıb bilirik. Antantaya hansı ölkələr daxildir? Rusiya, Böyük Britaniya, Fransa. Üçlər İttifaqına hansı ölkələr daxildir? İtaliya, Avstriya, Macaristan, Almaniya. Sonradan bilirik ki artıq 1915-ci ildə İtaliya Antantaya daxil olur. İndi bunu silib daha ətraflı şəkildə yazacağım. Deməli, 1914-cü ildə Avstriya Macaristan vəliəhdi Frans Ferdinand sui-qəsd nəticəsində öldürülür. Kimlər tərəfindən daha doğrusu öldürülür? Serbiya millətçilər tərəfindən. Və bir ay sonra artıq müharibə başlayır. Bundan əvvəl Avstriya Macaristan demişdi ki, sən mənim qatilimi ver. Yəni mənim vəliəhdimi öldürən qatili ver. Lakin Serbiya buna razı olmamışdı. Ona görə də müttəfiqlər arasında ziddiyyətlər kəskinləşir və müharibə başlayır. 1914-cü ildə bilirik ki Rusiya burada Serbiyaya kömək olur. Bundan istifadə edərək Almaniya da müharibəyə daxil olur. Deməli, kameranı düzəldim. Harada qaldıq? Almaniya müharibəyə daxil olur.